İndi sənə bir dənə çox sadə sual verəcəm. Qarşında 2 dənə seçim var. Birinci seçim: sənə bu dəqiqə 10.000 pul verirəm. İkinci seçim: bir ay gözləyirsən, 10.200 verirəm. Hansını seçərdin? Çox sadə sualdır, amma əslində beynimiz haqqında çox şey deyir. Bir araşdırmada insanlara eyni sualı verirlər və nəticə çox maraqlı çıxır. Narkotik istifadə edən insanların təxminən 20% deyir ki, mən indi 10.000-i götürərəm, gözləmərəm. Əvvəllər istifadə edib, amma indi etməyən insanlarda bu rəqəm cəmi 4%dir. Heç istifadə etməyən insanlar isə təxminən 2%dir. Bu nə deməkdir? Dopamin asılılığı olan insanlar gələcəyi o qədər də önəmli saymırlar. Onlar üçün əsas indidir. Eyni şey siqaret çəkənlərdə də görünür. Nikotin artdıqca insan indiki anı daha vacib sayır. Gələcək isə arxa plana keçir. Dopamin asılılığı artdıqca insan gələcəyi daha asan satır. Beyin belə işləyir. İndi qazan, gələcəyi sonra fikirləşərəm. Yəni mükafat gec gəldikcə insanın gözündə dəyəri düşür. Bu da dopamin asıllığının əsas nəticələrindən biridir. Yəni insan gələcəyi düşünmür. Sadəcə indiki anın arxasıca gedir. Məsələ təkcə sosial şəbəkədə videolara baxmaq və ya siqaret çəkmək deyil. Biz dopamin verən şeyləri çox etdikcə beynimizin sistemi qarışır. Sonradan özümüzə qəzəblənirik ki, niyə düzgün qərar verə bilmirəm, niyə həyatım düz getmir. Bu videoda dopamin asıllığının insan həyatını necə qarışdırdığını danışacağım. Bunu da Dopamin Cəmiyyəti kitabına əsaslanaraq izah edəcəm. Kitabda bir dənə nümunə var. Bir adam deyir ki, sabah mənim üçün çox vacib təqdimat var, amma hazırlaşmaq əvəzinə bütün gecə seriala baxacağam. Səhər təqdimat edirəm və çox pis keçir, az qala işimi itirəcəm. Bəlkə də bu sənə uzaq gəldi, amma hamımız buna oxşarını yaşamışıq. Məsələn, axşam uşağınla vaxt keçirmək əvəzinə telefona baxırsan, sosial şəbəkələrdə videolar sürüşdürürsən, imtahana hazırlaşmalı olduğun halda başqa şeylərlə məşğul olursan. Bu insanların problemi axmaq və tənbəl olmaları deyil. Yəni sən də deyilsən, mən də deyiləm. Problem budur ki, qərarlarımızı məntiq yox, beynimizdəki zövq və ağrı sistemi idarə edir. Bu da iradənin zəifliyi deyil. Neuroelm deyir ki, insan daim yüksək dopamin verən şeylərə baxanda beynin mükafat sistemi dəyişir. Dopamin reseptorları zəifləyir. Eyni zövqü almaq üçün daha çox şey lazım olur artıq. Buna tolerantlıq deyilir. Yəni necə ki, zamanla ağrıya öyrəşirik, zövqə də öyrəşirik. Bundan diqqətimiz də, motivasiyamız da təsirlənir. Kitabda Stanfordda oxuyan Michael adlı bir tələbədən danışılır. Çox ağıllı biridir, amma marixuana istifadə etməyə başlayandan sonra həyatında qoyduğu bütün qaydaları pozur. Nə özünə verdiyi sözləri tuta bilmir və s. Bu demək deyil ki, o axmaqdır. Sadəcə beyni artıq bildiyini tətbiq edə bilmir. Bunu izah edən məşhur bir təcrübə var. Marshmallow təcrübəsi. Uşağa bir şirniyyat verirlər və deyirlər ki, əgər yemədən gözləsən, bir dənə də verəcəyik. Sonra uşaqlar illərlə izləyirlər. Görürlər ki, gözləyə bilən uşaqlar məktəbdə, həyatda da uğurlu olurlar. Buradan maraqlı nəticə çıxır. Həyatda uğuru müəyyən edən şey zəka deyil, gözləyə bilməkdir. Dopamin asılılığı isə bunu zəiflədir. İnsan zövqün dalınca qaçmağa başlayır. Kitabdan başqa maraqlı bir fikir də var. Əvvəllər normal sayılmayan bir çox şey indi bizə normal kimi təqdim olunur. Məsəl üçün siqaret. Hamı bilir ki, zərərlidir, amma indi elektron siqaretlər çıxıb və sanki daha zərərli kimi göstərilir. Bu marixuanaya da aiddir. Yəni xüsusilə Amerikada sanki yaradıcılığı artırırmış kimi təqdim olunur. Sosial şəbəkədə də eyni vəziyyət var. Əvvəllər saatlarla boş videolara baxanda özümüzü pis hiss edirdik. İndi isə faydalı videolar adı altında eyni şey edirik. Bəli, bəlkə biraz daha faydalıdır, amma nəticədə yenə də dopamin asılılığı yaradır. Sadəcə qablaşdırma dəyişir. Kitabda deyilən başqa maraqlı bir şey də var. Araşdırmalar göstərir ki, çətin şəraitdə böyüyen insanlar ani mükafata daha çox meyl edirlər. Bu da biraz məntiqlidir. Əgər sabahın zəmanəti olmayan mühitdə böyümüsənsə, gələcəyi gözləmək mənasız görünür. Bu düşüncə isə uzun müddətli planları pozur. Dopamin asıllığının başqa bir təsiri də həyat müddətidir. Dünyadakı ölümlərin təxminən 70%-i davranışlarla bağlıdır. Siqaret, hərəkətsizlik, pis qidalanma, piylənmə, şəkər və s. Bunların hamısı seçimlərimizin nəticəsidir. Amma ən ağır nəticələrdən biri anhedoniyadır. Yəni insan heç nədən zövq ala bilmir. Bir çox insan deyir ki, heç nə mənə maraqlı gəlmir, həyatdan həzz ala bilmirəm və s. Problem zövqün az olmağı deyil, problem çox olmasıdır. Yəni beyin o qədər yüksək dopaminə öyrəşir ki, normal həyat artıq maraqlı gəlmir. Mən bunu öz həyatımda da görürəm. Yəni sosial şəbəkədə çox vaxt keçirəndən sonra heç nə etmək istəmirəm. Yəni hətta video çəkmək də istəmirəm. Çünki beyin artıq daha güclü stimul istəyir. Artıq bir şeyə başa düşmək lazımdır ki, bu sadə məsələ deyil. Bunun arxasında elm var. Beyin sistemi dəyişəndən sonra təkcə iradə kömək eləmir. Yəni qısaca desək, dopamin asılılığı gələcəyi dəyərsizləşdirir, gözləmə qabiliyyətini zəiflədir, həyatdan zövqü azaldır. İnsanı yalnız indiki ana bağlayır.
Bəs nə eləmək olar? Bəs bu problemin həlli nədir? Bunu artıq növbəti videoda danışacağam. Bu videoda isə dopamin asılılığının həyatımıza təsirindən danışdıq. Növbəti videoda isə bundan necə qurtulmaq olar ona baxacağıq. Növbəti videoda görüşərik. Bu videodan bir cümlə yadında qalsın. Özünü məhdudlaşdıra bilən insan əslində azad insandır.